Salam, statistika vaxtına baxırsınız. Bu buraxılışda region statistikasından danışacağıq. Azərbaycanın ayrı-ayrı regionları iqtisadi və sosial göstəricilərinə görə fərqlənir. Bu xüsusiyyətlər rəsmi statistika vasitəsilə rəqəmlərlə əks olunur. Regionlar üzrə statistik məlumatlar əhalinin sayı, məşğulluq, sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, turizm və digər sahələr üzrə mövcud vəziyyəti göstərir. Bu göstəricilər regionlar üzrə məlumatları müqayisə etməyə, zamanla baş verən dəyişiklikləri izləməyə, ayrı-ayrı sahələrin inkişaf dinamikasını qiymətləndirməyə və hər bir regionun mövcud vəziyyətini daha aydın görməyə imkan verir. Region statistikası eyni zamanda ərazilərin mövcud potensialı və inkişaf imkanları haqqında məlumat verir, gələcək planların hazırlanması və əsaslandırılmış qərarların qəbulu üçün mühüm informasiya mənbəyi rolunu oynayır. Statistika vaxtının növbəti buraxılışlarında ayrı-ayrı bölgələr üzrə əhali, məşğulluq, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrə dair statistik göstəriciləri təqdim edəcəyik. Növbəti buraxılışlarda görüşənədək.